Salam əziz abituriyentlər. Mən Abbasova Təranə, biologiya müəllimi, 15 illik pedaqoji təcrübəmə əsaslanaraq bu gündən etibarən abituriyentlərə dəstək olaraq proqrama uyğun olaraq ardıcıl şəkildə sizə mövzuları izah edəcəm. Bugünkü mövzumuz bakteriyaların quruluşu haqqında olacaq. Bakteriyalar haqqında bildiyimiz kimi arxey erasında əmələ gəlibdir. Canlılar aləmi 4 böyük qrupa bölünür. Bitkilər, heyvanlar, bakteriyalar və göbələklər. Bunlar içərisində ən qədim və ən az növ sayına malik olan bakteriyalardır və ən sadə quruluşa malikdir. Bilirik ki, bakteriyalar 3,5-4 milyard il bundan əvvəl meydana gəlmiş və Anton van Leeuwenhoek tərəfindən kəşf edilmişdir. Yəni bildiyimiz kimi Anton van Leeuwenhoek ilk dəfə bir hüceyrəli canlıları kəşf etmişdir ki, bunlar içərisində də bakteriyalar olmuşdur. Bakteriyalar arxey erasında əmələ gəlibdir. Prokaryot canlılardır. Bilirik ki, prokaryot nədir? Pro əvvəl, karyon nüvə deməkdir. Yəni formalaşmış nüvəsi membranı olmayan orqanizmlərdir. Bakteriyalar yalnız bir hüceyrəlidir. Yəni bunların çox hüceyrəli nümayəndələri yoxdur. Yalnız sadə bölünmə yolu ilə çoxalırlar. Yəni bunlarda mitoz bölünmə getmir. Bakteriyaların quruluşuna nəzər yetirsək, görərik ki, bakteriyalarda qamçı var. Qamçı stoplazmanın çıxıntısı nəticəsində əmələ gəlmişdir. Qamçı hərəkətə xidmət eləyir. Bəzi bakteriyalarda təsadüf olunur. Məsəl üçün, bizə sual versələr ki, qamçısı olan bakteriyalarda yalnız bir qamçı var. Dəstəyə nəzər salsaq, görərik ki, xeyr, bəzi qamçısı olan bakteriyalarda bir yox, bir neçə dənə də qamçı ola bilər. Yəni, qamçı olduğuna görə onlar aktiv hərəkət eləmək qabiliyyətinə malikdir. Eləcə də hüceyrə divarının xaricində əmələ gələn qorumağa xidmət eləyən selikli kapsula vardır ki, və bütün bakteriyanı qoruyub müdafiə eləmək qabiliyyətinə malikdir. Bu da bəzi bakteriyalarda təsadüf olunur. Bütün bakteriyalarda hüceyrə divarı vardır ki, hüceyrə divarı bütün bakteriyalarda təsadüf olunur. Hüceyrə divarının altında daxili qlaf adlanan plazmatik membran vardır ki, bu da bütün bakteriyalarda təsadüf olunur. Həmçinin bütün bakteriyalarda hüceyrənin daxili maye mühiti olan sitoplazmaya da rast gəlinir ki, sitoplazmada eləcə də yenə də bütün bakteriyalarda təsadüf olunur. Bütün bakteriyalarda halqa şəkilli bir ədəd deyintisi var. Xromosomu da var, lakin xromosom bunlarda şərti xromosom hesab edilir. Niyə görə şərti xromosom hesab edilir? Çünki biz bilirik ki, xromosom nədir? Xromosom bərabərdir DNT üstə gələk histon zülalı. Yəni, bu bakteriyalarda histon zülalı olmadığı üçün biz bakteriyalarda deyəcəyik ki, şərti xromosomlar vardır. Bütün bakteriyalarda DNT ilə yanaşı RNT, yəni nuklein turşularının hər ikisinə rast gəlinir və eləcə də 8 nukleotid və 5 azotlu əsasa rast gəlirik. Bakteriyalarda 1 və 2 membranlı orqanoidlər yoxdur, sadə quruluşludur. Həmçinin də biz deyəcəyik ki, formalaşmış nüvə membranı bunlarda yoxdur. Ona görə də DNT sərbəst halda sitoplazmada yerləşmiş olur. Membransız orqanoidlərin, bakteriyaların vardır ki, bu da ribosomdur və bilirik ki, histologiya dərsi keçəndə biləcəyik ki, qeyri-bərabər hissədən ibarətdir. Ribosom züal sintez eləyir ki, 4 aləmin 4-ündə olduğu kimi bakteriyada da biz bunu təsadüf edirik. Bakteriyalar, uşaqlar, DNT olduğuna görə deyəcək ki, burada transkripsiya gedir, RNT olduğuna görə burada translyasiya, yəni ötürmə prosesinə də təsadüf eləmiş oluruq. Bakteriyalarda bəzən plazmatik membranın daxilə doğru çökməsi nəticəsində fotosintez edici membran olur ki, o da bəzi bakteriyalarda var. Niyə görə? Yalnız siyanobakteriyalarda biz buna təsadüf edirik ki, siyanobakteriyalarda fotosintez edici membranın üzərində biz xlorofil pigmentinə rast gələ bilərik. Bundan əlavə bəzi hallarda bəzi bakteriyalarda da plazmatik membran içəriyə doğru çöküb mezosom əmələ gətirir. Mezosom nədir? Mezosom nəyin işini görür? Mezosom 2 membranlı orqanoid olan mitokondri işini görür və bakteriyalarda bilirik ki, 1 və 2 membranlı orqanoidlər yoxdur və bəzi bakteriyalarda var. Niyə görə? Çünki bütün bakteriyalar mezosom olmaz. Yəni tənəffüsünə görə mezosom yəni tənəffüsə xidmət eləyir. Tənəffüsünə görə bakteriyalar 2 yerə bölünür.
Aerob, yəni oksigenli mühitdə yaşayan bakteriyalar, anaerob, bir də oksigensiz mühitdə yaşayan bakteriyalar vardır. Həmçinin biz ən çox olimpiyadada işlətdiyimiz fakultativ bakteriyalar da var. Onu da elə belə qeyd edeyim sizə ki, fakultativ bakteriyalar həm oksigenli, həm də oksigensiz mühitdə yaşayan bakteriyalar hesab edilir. Oksigenli mühitdə yaşayan bakteriyalar sirkə turşusudur, nitrifikasiya bakteriyalarıdır. Nitrifikasiya, nit sözündən, yəni nitrifikasiya, nitrat götürsək, azotdan amonyak, amonyakdan nitrit, nitritdən isə nitrat turşusu əmələ gəlir. Denitrifikasiya isə anaerob bakteriyalar hesab olunur. Yəni nitratdan nitrit, amonyak və azot əldə edilmiş olacaqdır. Həmçinin də anaerob bakteriyalara biz yağ turşusu bakteriyalarını misal göstərə bilərik. Uşaqlar, bilirik ki, bakteriyalar müxtəlif quruluşa malikdir. Məsələn, desələr ki, bütün bakteriyalar eyni quruluşa, eyni formaya malikdir, yanlış fikirdir. Çünki formasına görə kürə şəkilli bakteriyalar var. Kürə şəkilli bakteriyalara koklar deyilir. Bunun da streptokoklar, stafilokoklar misal göstərə bilərik. Bundan əlavə vergül şəkilli bakteriyalar var ki, vibrionları biz misal göstərə bilərik. Yəni, kimi bakteriyalar desələr ki, eyni quruluşa malikdir, bu yanlış fikirdir. Çünki müxtəlif quruluşa formalara malikdir. Kürə şəkilli bakteriyalara biz deyəcəyik ki, koklar. Kokların da müxtəlif formaları var. Diplokoklar 2 ədəd olarsa diplokoklar, ardıcıllıqla düzülərsə biz buna deyəcəyik ki, streptokoklar və müxtəlif çoxlu sayda kürə şəkilli bakteriyaların birləşməsindən isə yarananlar isə stafilokoklara rast gələ bilərik. Bundan əlavə digər bakteriya formasına vergül şəkilli bakteriyalar deyirik ki, buna deyirik vibrionlar. Spiral şəkildə olanlara biz deyəcəyik ki, spirlər və təbiətdə ən geniş yayılmış, ən çox üstünlük təşkil edən forma isə çöp şəkilli bakteriyaları biz misal göstərə bilərik ki, buna da deyəcəyik batsillər. Uşaqlar, bakteriyaların qidalanmasına nəzər yetirsək, qidalanmasına görə bakteriyalar 2 yerə bölünür, avtotrof və heterotrof. Avtotrof nədir? Biz bilirik ki, avtotrof auto özü, trofi qidalanıram deməkdir. Yəni, qeyri-üzvü maddədən üzvü maddələrin sintez olunmasıdır. Avtotrof bakteriyalarda özü 2 yerə bölünür, yəni fotosintez edici və xemosintez edici. Bəzən də xemotrof, fototrof deyirlər. Yəni, eyni anlam kəsb edir. Fototrof bakteriyalara qırmızı bakteriyaları, yaşıl bakteriyaları, siyanobakteriyaları misal göstərə bilərik. Xemotrof bakteriyaları kimya, yəni kimyəvi elementlərdən yadımıza saxlaya bilərik ki, azotdur, dəmirdir, kükürdür, hidrogen bakteriyalarını misal göstərə bilərik. Uşaqlar, sualı bizə versələr ki, fotosintez edici ilə xemosintez edici bakteriyaların oxşar və fərqi cəhəti nədir? Təbii ki, deyəcəyik ki, hər ikisi də avtotrof bakteriyalara aiddir. Hər ikisi, deməli, qeyri-üzvü maddələrdən üzvü maddələr hazırlayır. Hər ikisində anabolizm prosesi getmiş olacaqdır. Sadəcə olaraq fərqli cəhətləri nədir? Fotosintez foton işıq deməkdir. Yəni, yalnız işıqda gedəcək. Xemotrof bakteriyalar isə həm işıqda, həm də qaranlıqda gedəcək. Fotosintez bakteriyalarda, yəni fototroflarda xlorofilə rast gəlinir. Məsəl üçün, bizə belə bir sual verərlər ki, bütün avtotrof bakteriyalarda xlorofilə rast gəlinirmi? Təbii ki, xeyr. Yalnız fototrof bakteriyalarda rast gələcək. Xemotrof bakteriyalarda yoxdur. Amma sualı belə verə bilər ki, fotosintez edici bakteriyaların hamısında xlorofil var. Bəli, yaşıl və qırmızı bakteriyalarda xlorofil sərbəst halda sitoplazmada yerləşdiyi halda, siyanobakteriyalarda fotosintez edici membranın üzərində yerləşmiş olacaqdır. Fototrof bakteriyalarda, uşaqlar, dedik ki, yalnız işıqda sintez prosesi gedir, qeyri-üzvü maddədən üzvü maddə hazırlayır və xlorofilə də təsadüf olunur. Xemotrof bakteriyalar isə kimyəvi rabitələr enerjisini istifadə edir, həm işıqda, həm qaranlıqda gedir, həm qeyri-üzvü maddədən də üzvü maddə hazırlamaq qabiliyyətinə malikdirlər. Deməli, dedik, qidalanma formasına görə bakteriyalar 2 yerə bölünür, avtotrof bakteriyalar və heterotrof bakteriyalar. Avtotrof bakteriya auto özü trofiya qidalanıram deməkdir. Bunlar qeyri-üzvü maddədən üzvü maddə hazırlayan bakteriyalardır. Avtotroflar fototrof və xemotrof olmaqla 2 yerə bölünür. Fototrof bakteriyalar qırmızı, yaşıl və siyanobakteriyadır. Xemotrof isə kimyəvi elementlər olan azot, dəmir, kükürt, hidrogen bakteriyalarını misal göstərə bilərik. Əziz uşaqlar, bizə sual versələr ki, fototrofla xemotrof bakteriyaların oxşar və fərqi cəhəti nədir? Təbii ki, oxşar cəhəti hər ikisi avtotrof qidalanmanın formasıdır. Hər ikisində enerji udulur və hər ikisində qeyri-üzvü maddələrdən üzvü maddələr hazırlanır. Fərqli cəhətləri isə fototrof bakteriya foton yalnız işıqda gedir.
günəş enerjisindən istifadə edir və eləcə də ki, xlorofilə malikdir. Bizə sual verə bilərlər ki, bütün avtotrof bakteriyalarda xlorofil var. Yanlışdır. Hemotrof bakteriyalarda xlorofil yoxdur. Yalnız fototrof bakteriyalarda var. Və yaxud da sualı belə verə bilərlər ki, bütün fototrof bakteriyalarda xlorofil var. Bəli, bütün fototrof bakteriyalarda biz xlorofilə təsadüf edəcəyik. Uşaqlar, hemotrof bakteriyalar isə həm işıqda, həm qaranlıqda gedir. Kimyəvi rabitələr enerjisindən, kimya, rus dilində kimya deməkdir, Azərbaycan dilində tərcümədə. Hemotrof, yəni kimyəvi rabitələr enerjisindən istifadə edirlər. Həm işıqda, həm qaranlıqda gedir və qeyri-üzvi maddədən də üzvi maddələr hazırlayır. Bundan əlavə heterotrof qidalanmadan danışaq. Hetero müxtəlif, trofiya qidalanıram deməkdir. Yəni heterotrof bakteriyalar 4 aləmin dördündə də təsadüf olunur, eləcə də bakteriyalarda da təsadüf olunur və bakteriyalarda ən geniş yayılmış qidalanma formasıdır və bunlar içərisində də ən geniş qidalanma üsulu isə desələr, saprofiti misal göstərəcəyik. Heterotrof bakteriyaların özünün saprofit, parazit və simbiyoz formaları vardır ki, saprofit redusent canlılardır. Yəni, təbiətdə bəzən sual düşürlər ki, saprofit bakteriyalar olmasa nə baş verər? Təbii ki, ölmüş orqanizmlər yer kürəsində artar və yaşamaq qeyri-mümkün olar. Saprofit bakteriyalar ölmüş orqanizmləri parçalayır və canlıların yaşaması üçün şərait yaradır. Parazit isə canlı orqanizmlərdə yaşayır və üzvi maddələri qeyri-üzvi maddələrə qədər parçalayır. Bizə əgər oxşar fərqi cəhətidir desələr deyin, deyəcək ki, ikisi də heterotrof qidalanma formasıdır. İkisi də üzvi maddənin qeyri-üzvi maddələrə qədər parçalanır, enerji ayrılır. Fərqi cəhəti saprofit ölmüş orqanizmlərdə, parazit isə canlı orqanizmlərdə yayılmış olacaqdır. Bəzən suallar düşürlər ki, bütün bakteriyalar rəngsizdir. Əlbəttə ki, yanlışdır. Çünki yaşıl-qırmızı bakteriyalara baxsaq, siyanobakteriya göy yaşıl yosun deyirlər, amma yosun deyil, bakteriyanın bir formasıdır, bir növüdür. Biz bunu xüsusi olaraq qeyd edə bilərik. Saprofit bakteriyalara, torpaq bakteriyalarını, çürücü bakteriyalara misal göstərə bilərik. Parazit bakteriyalara isə burada xəstəlik törədən Sibir yarasıdır. Bundan bilirik ki, çöp şəkillidir, taunlu çöp şəkillidir, vərəmdir, difteriyadır, çöp şəkilli bakteriyalardır, vəbadır, vergül şəkillidir. Bundan əlavə deyirsək, angina kok şəkilli bakteriyalar tərəfindən xüsusi olaraq törədilmiş olurlar. Əziz şagirdlər, bilirik ki, bakteriyalar sadə bölünmə yolu ilə çoxalır, yalnız qeyri-cinsi yola çoxalır. Mitoz bölmənin əvvəlində qeyd eləmişdim, mitoz bölünmə getmir bunlarda. Xüsusi olaraq bir düsturdan istifadə edəcəyik. Gələn dərslərdə isə məsələlərə toxunacağıq. Burada NT bərabərdir, N0 vurulsun 2N. Yəni, burada NT deməli, sonda əmələ gələn bakteriyadır. N0 başlanğıc ilkin bakteriyalardır. Burada bərabərdir, T bölünsün 20. Biz bilirik ki, 20-30 dəqiqədən bir bölünür. T də burada bizə zamanı bildirmiş olacaqdır. Maksimum sürət deyəndə biz burada 20 dəqiqə ilə işləyəcəyik. Maksimum zaman deyəndə isə 30 dəqiqə ilə işləmiş olacaq burada. Bakteriyalarda bilirik ki, əlverişsiz şəraitdə sporla özünü qoruyur, müdafiə eləyir. Bakteriyanın sporu nəyə xidmət edir? Təbii ki, çoxalmaya xidmət eləmir. Bəzən selikli kapsula ilə uşaqlar spor qabığını səhv salırlar. Amma bunların bir xüsusi olaraq vurğulamaq istəyirəm ki, düzdür, ikisi də qorunmağa xidmət edir. Spor qabığı hüceyrə divarının altında yaranır, daxilində yaranır. Amma selikli kapsula isə hüceyrə divarının xaricində yaranmış olacaqdır. Həmçinin spor qabığı, sporun özü selikli kapsuladan fərqli olaraq qorunmaqdan əlavə yayılmağa da xidmət eləmiş olacaqdır. Əlverişsiz şərait deyəndə biz bilirik ki, bakteriyalar rütubətli, natəmiz, kölgəli yerlərdə daha geniş yayılmışdır. Amma bu şəraitlərdən hansı olmadıqda spor qabığı deyir ki, sitoplazma sıxılır, hüceyrə divarının altında bir qılaf yaranır və bu qılafın nəticəsində xarici qılaf məhv olur, dağılır və spor özünü qoruyur. Hava əlverişli olanda, yəni hava deyəndə bəzən uşaq elə bilir ki, iqlim şəraiti ilə əlaqəlidir. Xeyr, yəni lazımı qədər rütubəti, qidası, hər bir şəraiti olarsa, spor qabığı dağılır və içərisində yeni bir bakteriya yaranmış olacaqdır. Spor qabığını necə məhv eləmək olar? Günəş şüası altında 3 saat ərzində
içərisində 120 dərəcədə 20 dəqiqə ilə məhv eləmək olar. Bakteriyalardan qorunmaq üçün nə etmək olar? Bilirik ki, dezinfeksiya, yəni kimyəvi maddələrin hesabına, yəni burada biz misal göstərə bilərik, yod, spirt hesabına biz dezinfeksiya eləməklə aradan götürə bilərik və yaxud da uzun müddət qidaları saxlamaq üçün konservləşdirmə, eləcə də digər sahələrdə sterilizasiya eləməklə bakteriyadan xüsusi olaraq qorunmaq mümkündür. Meyvə qurularını şəkərli mühitdə, ət məhsullarını isə duzlu mühitdə saxlamaqla bakteriyalardan qorumaq mümkündür. Bakteriyaların törətdiyi xəstəliklərə gəldikdə isə bitkilərdə, heyvanlarda və insanlarda xüsusi olaraq xəstəliklər törədilir. Yəni burada bitkilərdə bildiyimiz kimi pambıq ağacında, pambıq bitkisinin kökündə, buranı saymazsız, pambıqda yəni bildiyimiz kimi bakteriyalar bitkilərdə, heyvanlarda və insanda müəyyən qədər xəstəliklər törədir ki, pambıq bitkisində, humus, alma ağaclarının kökündə və eləcə də digər bitkilərdə xüsusi olaraq da burada parazitlik eləmək qabiliyyətinə malikdir. Bakteriyalarda bildiyimiz kimi müxtəlif xəstəliklər törədilir. Bitkilərdə humus, atlarda sakko, bruselyoz xəstəliyidir, eləcə də tetanusdur, botulizmdir, digər xəstəlikləri törətmiş olacaqdır ki, ziyanlı bakteriyalardır və müəyyən bir fəsadlar törədir. Bakteriyadan qorunmaq üçün müəyyən bir tədbirlər vardır ki, bu tədbirlərdən biri məsələn bakterioloji üsuldur. 48 saat ərzində laboratoriya şəraitində onu çoxaldılır və hansı formalı bakteriyalar olduğunu müəyyən edilir. Əziz abituriyentlər, bugünkü dərsimiz bu qədər. Əgər hər hansı bir sualınız olarsa, aşağıdakı nömrəyə əlaqə saxlayıb suallarınızı verə bilərsiniz. Xatırladım ki, hər həftənin ikinci bazar günləri yeni mövzuların izahatı YouTube kanalımızda paylaşılacaq. Bəyənməyi unutmayın.